5 ildən sonra ikinci dəfə ana olma hazırlaşan gözəl qızımız bugün ilk uzimizdir. Qızımız ilk dəfə 3 il sonsuzluqdan əziyyət çəkirdi. Hormonal problem, zob problemi, folikul zəif, yumurtalar yetişib partlamırdı. Yetişib partlasa da yumurtalar zəif idi, folikul çox zəif idi. Folikul yetişib partlasa da amma keyfiyyətsiz idi, həmləlik baş vermirdi. İlk dəfə müalicəmiz 6 ay olub və hal-hazırda şipşirin balamız var. Sonra təkrar qızımız gəldi. Hormonal problemi idi, təkrar menstrual siklin pozulması var idi. 3 aydan bir menstrual sikl olurdu, olanda da çox ağrılı, endometrioz ocaqlar var idi. 3 kurs müalicə nəticəsində 1-2 ay keçdi müalicədən sonra qızımız gəldi testdən və bugün bizim ilk uzimizdir. Xığımız göstərdi. Gəliz bir yerdə baxaq. Uşaqlıq, göl kisəsi, sarı cisim kisəciyi və balaca embrion. Pulsasiyası da izlənilir. Prosta hələ qoymuram, çox balacadır. Sizi təbrik edirəm. Çox sağ olun, İnşallah doktor. xərəkim çatas. İkinci dəfə də sizi mamışqa edib Çox evə sağ yola olun. salaq. Sizin möcüzəvi əlləriniz sayəsində oldu hər şey. Göydə Allah, yerdəsiz. Allah bütün övlad həsrətində olanlara övlad qismət eləsin. Hamıya məsləhət görürəm ki, sizin yanınıza gəlsin, evlərində uşaq səsləri gəlsin. Çox sağ olun. Amin. Arzu edirik ki, sizin də evlərinizdə körpə səsi gəlsin.